Bugün sizinlə vacib bir mövzuda danışmaq istəyirəm. Bu yaxınlarda mənə dedilər ki, təmizlik videolarımdan sonra bəzi insanlar elə düşünür ki, güya kifayət qədər təmizlik etmirlər. Evləri o qədər səliqəli deyil. Düzü bunu eşidəndə biraz narahat oldum. Çünki mən heç vaxt videolarımı kimdəsə günahkarlıq hissi yaratmaq üçün çəkmirəm. Mən sadəcə öz həyat tərzimi paylaşıram. Mən səlqəni sevirəm. Əşyaların yerində olması mənə həqiqətən də rahatlıq verir. Amma bu o demək deyil ki, hər şey hər zaman mükəmməldir. Kadr arxasında qalan oyuncaqlar da var. Yorğunluqda, əhvalın olmadığı günlərdə. Elə günlər olur ki, planlaşdırdığım işi etmirəm. Sadəcə axına buraxıram və bu tamamilə normaldır. Biz hamımız fərqliyik. Bəzən əsəbləşməkdənsə və ya özümü yormaqdansa təmizliyi yox, istirahəti seçirəm. Bu da bir seçimdir. Təmizlik yarış deyil. Özünüzü heç vaxt başqaları ilə müqayisə etməyin. İnternetdə gördüyünüz 30-40 saniyəlik bir video heç vaxt bir insanın bütün həyatını göstərmir. Əgər videolarım sizə motivasiya verirsə, buna çox sevinirəm. Amma əgər hansısa təzyiq yaradırsa, xahiş edirəm. Buna ehtiyac yoxdur. Hər şeyi öz ritminizdə edin. Və unutmayın ki, ev ideal təmizlik demək deyil. Ev rahatlıq, sakitlik və içindəki sevgidir. Əgər bugün sadəcə uzanıb övladınızı qucaqlamısınızsa, inanın ki, artıq kifayət qədər etmisiniz.